Bakıda təhsil sahəsində bir ilk yaşandı. Yanvarın 31-də müxtəlif səbəblərdən attestat ala bilməyən 1500-ə yaxın şəxs üçün ilk dəfə elektron qaydada eksternat imtahanlar keçirilib. Paytaxtın 5 müxtəlif məktəbində təşkil olunan imtahanda iştirakçılar 11 fənn üzrə biliklərini nümayiş etdiriblər. Bu imtahanlarda uğur qazananlar DİM-in buraxılış imtahanlarına qatılaraq orta təhsil haqqında sənəd almaq şansını qazanacaqlar. Texnologiya nahəngi Apple 2026-cı il üçün iddialı planlarını açıqlayıb. Şirkətin rəhbəri Tim Cook bildirib ki, gələn il istifadəçiləri indiyənədək görünməmiş məhsul və həllər gözləyir. Son rübü böyük gəlirlə başa vuran şirkətin hansı cihazları təqdim edəcəyi hələlik sir saxlanılsa da, texnologiya dünyasında artıq böyük həyəcan başlayıb. Ekspertlər söhbətin yeni nəsil süni intellekt və ya qatlanan cihazlardan gedə biləcəyini ehtimal edirlər. Yaxın Şərqdə isə diplomatik gərginlik artır. Media xəbərlərinə görə ABŞ özünün İranla bağlı strateji planlarını Körfəz müttəfiqləri ilə hələ də bölüşməyib. Körfəz Əməkdaşlıq Şurasının üzvü olan ölkələr Vaşinqtonun dəqiq mövqeyini bilməməkdən narahatdırlar. Xüsusilə vurğulanır ki, Səudiyyə Ərəbistanı özünü iştirak etmədiyi hər hansı müharibə üçün hava məkanını ABŞ-a açmayacaq. Hazırda müttəfiqlər diplomatik kanallarla gərginliyi azaltmağa çalışırlar.